Evin fon görünüşünə baxın. 3 mərtəbəli evdir. Hər iki tərəfdən evə gəlməyə yol var. Bir daha fon görünüşünü göstərirəm sizə və keçirəm evimizin iç təqdimatına. Evimizdə müəyyən qədər işlər qalıb. Onu başdan deyim sizə. Amma tam hazır vəziyyətdə sizə təhvil veriləcək. Bax, bu hissədən qəşəng girdi içəri, geniş iri qarajdır. Demək, alt mərtəbəni göstərirəm sizə. Aşağı mərtəbədə əlavə bir mətbəx yığılıb. Yuxarıda da vardı, onu da sizə göstərəcəm. Mütləq hissələr istipoldan ibarətdir. Ümumi kollektor sistemi bax burada yığılıb. Demək, alt mərtəbədə bir sanitar qovşağı və qalxaq. Yuxarı mərtəbədə bir bax sizə bir göstərim. Kiçik belə bir kladovka burada yığılıb. Sizə ən xırda detalına qədər sizə göstərəcəm. Qalxdaq ikinci mərtəbəyə. Demək, ikinci mərtəbədə 2 otaq və bir mətbəx, geniş iri zal otaqdır. Bu da ikinci mərtəbədə qeyd etdiyim mətbəx və üçüncü otaq. Xırda işləri qalıb, bir daha qeyd edirəm. Tam hazır vəziyyətdə, heç bir iş qalmadan təhvil veriləcək. Üçüncü mərtəbədə də bir sanitar qovşağı və 3 otaq. Ümumilikdə 2 və 3-cü mərtəbədə 5 otaq. Alt mərtəbədə isə belə deyildi, 2 otaq. Təxminən 7 otaqdan ibarət olan evdir. Qiymət 107.000 manat. Xubçalı 3 mərtəbə evdir. Əlavə məlumat üçün əlaqə saxlayın. Sağ olun.